Deməli, bugünkü andrologiyanın və seksologiyanın ən aktual problemlərdən biri də erkən boşalmadır. Erkən boşalma hətta erektil disfunksiyaya qədər də bəlkə ondan da önəmli bir məsələdir. Erkən boşalma ümumiyyətlə nədir? Deməli, penisin vaginal penetrasiyasına qədər, vaginal penetrasiya zamanı və yaxud da vaginal penetrasiyadan sonra 2 dəqiqə ərzində əgər boşalma baş verirsə və şəxsin iradəsindən asılı olmayaraq bu erkən boşalma adlanır. Erkən boşalma son 20 ildə daha aktual olmuşdur. 20 il öncədən erkən boşalmaya o qədər də fikir verilmirdi. Və son dövrlərdə insanların həyat şəraiti yaxşılaşdığından erkən boşalma niyə olsun deyə bu sual meydana çıxdı və bununla da məşğul olmağa androloqlar, seksapatoloqlar, psixoloqlar, psixiatrlar məşğul olmağa başladılar. Erkən boşalma təkcə kişinin problemi deyil. Erkən boşalma həm də seksoloji, androloji problem olmaqla yanaşı, həm də ictimai bir problemdir. Çünki erkən boşalma nəinki kişiyə mənfi təsir göstərir, ondan daha artıq qadına mənfi təsir göstərmiş olur. Yəni cütlüyə mənfi təsir göstərmiş olur. Çünki qadın orqazma düşmür bu halda. Və bu da həm kişiyə, həm də qadına eyni zamanda mənfi təsir göstərir və narazılıqlar yaranır, hətta boşanmalara qədər gəlib çıxa bilir. Ümumiyyətlə, erkən boşalmanı necə önləmək lazımdır? Məsələnin həm psixoloji, həm də medikamentoz tərəfi vardır. Və bu məsələləri bir sadalamaq üçün erkən boşalmanın yaradan səbəbləri birinci ön plana gətirməliyik. İlk olaraq erkən boşalmanın yaranma səbəblərindən biri psixoloji faktorudur. Deməli, erkən boşalmanın yaradan səbəblər psixoloji və bioloji səbəblərə bölünür. Psixoloji səbəblərə birinci cinsi əlaqə zamanı, yəni hər bir kişinin həyatında ilk cinsi əlaqə ən mühüm amillərdən biridir. Yəni ilk cinsi əlaqənin necə və hansı tərzdə olması insanın gələcək cinsi həyatını formalaşdıran bir amildir. Yəni ilk cinsi əlaqə əgər qorxulu, psixoloji gərginlik bir şəraitində baş verərsə, bu gələcəkdə həmin insanın seksual psixologiyasında bir iz buraxmış olur. Bundan başqa, regulər olmayan cinsi əlaqələr. Yəni, hər bir 17 yaşına çatmış hər bir kişi həftədə 2-3 dəfə cinsi əlaqədə olmalıdır. Ancaq təəssüf ki, bu cinsi əlaqə rejiminə riayət olunmur. Yəni, bir ay ərzində 10 dəfə, 15 dəfə cinsi əlaqədə olunur, 2-ci ay heç bir cinsi əlaqə olmur, 3-cü ay bir dəfə cinsi əlaqədə olur. Bax, bu rejimlər erkən boşalmaya, rejimin bu cür pozulması erkən boşalmaya səbəb ola bilir. Bioloji amillərdən isə ən başlıca amillərdən biri toxum hissəcikləri, vezikulların iltihabı, biz buna vezikulit deyirik, xroniki prostatit, hər hansı urandroloji orqanlarda olan iltihab, penisin həssaslığının artması, penis dərisinin həssaslığının artması və bu kimi amillər erkən boşalmaya səbəb ola bilər. Ümumiyyətlə, erkən boşalma təsnifatı götürsək 2 yerə bölünür. Birincili erkən boşalma, biz buna primer erkən boşalma deyirik. Bu, anadan gəlmə olur və 5 kişinin birində baş verir. İkinci olaraq sekunder, ikincili erkən boşalma, bu isə qazanılmış olur və 10 kişidən birində olmuş olur. Şərti olaraq biz 10 kişidən birində deyirik, ancaq son vaxtlar araşdırmalar göstərir ki, öz kliniki müşahidələrimiz göstərir ki, bu 10 kişinin 4-ündə və yaxud da 5-də var. 5-də var. Yəni, erkən boşalmanın diaqnozunun qoyulması, düzdür, bu tam subyektiv olaraq götürülür. Burada obyektiv müayinə, əgər hər hansı bir xəstəliyə şübhə varsa aparılır, ancaq diaqnoz əsasən anamnestik məlumatlara görə qoyulur. Yəni, penisin vaginiyə girişdən öncəsi, girişi və giriş zamanı 2 dəqiqə ərzində əgər qeyri-iradi erkən boşalma varsa, qeyri-iradi orqazm varsa, eyakulyasiya varsa, artıq bu erkən boşalma sayılır. Və əsasən diaqnoz həkimin narahat olub xəstəyə söylədiklərinə görə qoyulur və başqa da testlər vardır. Məsələn, anestetiklərdən istifadə olunan testlərdən də istifadə olunur. Penisin başına anestetik məhlul, müxtəlif anestetik məhlul mazilər çəkilir və bu yolla da diaqnoz qoymaq mümkündür. Erkən boşalmanın müalicəsi. Təbii ki, erkən boşalma müalicə olunur və insanlara bəzi hallarda elə gəlir ki, erkən boşalmanın müalicəsi yoxdur və bu normal bir qayda qanunluqdur.
Xeyr, bu belə deyil. Erkən boşalmanın müalicəsi var. Erkən boşalma müalicə olunur. Deməli, kişilərə elə gəlir ki, erkən boşalma məsələ ondadır ki, bəzi kişilər əksəriyyəti erkən boşalmaya görə həkimə müraciət etmirlər. Nədən müraciət etmirlər? Çünki bunu norma hesab edirlər. Ancaq bu norma deyil və həqiqətən də erkən boşalma maarifləndirməsi aparılmalıdır insanlar arasında və çünki erkən boşalma insanın əgər kişi normal eyakulyasiya baş verirsə və o bu cinsi əlaqə zamanı öz qadını tam orqazma sala bilirsə, artıq həmin kişidə özünə inam da yaranır və əks tərəfdə də bir növ erkən boşalmanın olması ailədə isinləşmə və yaxud da məhəbbət və etirazları söndürmüş olurlar. Bir növ ailədə erkən boşalma, əgər kişidə erkən boşalma varsa, bu cütlüyün arasındakı münasibətlərin sərinləşməsinə və onların hətta bir-birinə nifrət yaranmasına səbəb olur. Onlar bir növ cinsi əlaqədən qaçırlar, cinsi əlaqəyə girməkdən çəkinirlər. Çünki qadın düşünür ki, mən orqazma düşməyəcəm və bu nəyə lazımdır? Bu kişi də düşünür ki, artıq həm özünə utancaq hissi yaradır ki, mən daha erkən boşalıram və həm də əks tərəfi orqazma sala bilmirəm. Və bu baxımdan kişilərin erkən boşalmasının qarşısını almaq və onları müalicəyə gətirmək lazımdır. Müalicə prinsipləri ilk olaraq anamnestik məlumat toplanandan sonra prosesin psixoloji və yaxud da orqanik olmağı, bioloji olmağı araşdırmalı. Bunu yuxarıda söylədim ki, anamnez toplandıqdan sonra diaqnoz qoyulmalıdır və bu diaqnozdan da müalicələr ortaya çıxmış olur. Adətən biz erkən mühasibə boşalma müalicəsində antidepressantlardan istifadə edirik. Əgər məsələ psixolojidursa, yox, əgər orqanik proses varsa, əvvəlcə orqanik proses müalicə olunmalıdır, ondan sonra isə psixoloji olaraq erkən boşalma müalicə olunmalıdır. Və onu da qeyd edim ki, kişilər erkən boşalmanın qarşısını almaqda vaxt udmaq kimi yox, seksual həzz almaq üçün dəyərləndirmək lazımdır müalicəni. Bəzi hallarda xəstələrdə erkən boşalma ilə erektil disfunksiyaya paralel yanaşı olmuş olur. Yəni, xəstə eyni halda bizə cinsi zəiflikdən və erkən boşalmadan şikayət edir. Demək olar ki, bu qəbul elədiyimiz erkən boşalmaya görə qəbul etdiyimiz xəstələrin 50%-ni təşkil etmiş olur. Bəzində daha çox üstündə olmuş olur və bu baxımdan birinci erektil disfunksiya müalicə olunur və yanaşı olaraq da erkən boşalma müalicəsinə başlanmış olur.